Hər vaxtınız xeyirli olsun xanımlar və bəylər. Xırdalan şəhərindəyik. Xırdalanın tam mərkəzindən Sultan Şadlıq Sarayının yanında 3 nömrəli məktəbə deyirli izləyəcəyimiz piyada bir məsafə. Prospekt onun kənarı bir dənə gözəl mənzil gəlmişəm çəkilişlə. 8 mərtəbəli binanın yerləşir 1-ci mərtəbəsində. 1-ci mərtəbə olmağına baxmayaraq 6 qarajlı, yerlə də balkonun 2 metrə məsafəsi var. Dəhliz hissəsindən təqdimata başladım. Yerlər istipoldu deyirli izləyəcəyimiz. Burada yerləşir sağda hamamsanın üzeri bütün aksesuarları quraşdırılıb, tam qaydasındadır. Sultan Şadlıq Sarayının arxasında məktəblərə, bağçalara piyada bir məsafə. Burada yerləşir yataq otağı, əşyasız satılır mənzilimiz, dəyərli izləyəcəyimiz. Yəni ev yiyəsi ilə danışıb, əşya ilə qiymətləri razılaşmaq olar. Burada yerləşir yataq otağı, 2 otağa düzəlmədir. Kvadrat metrə 51 kvadrat dəyərli izləyəcəyimiz. 51 nə qədərdirsə 52. Burada yerləşir mətbəx. Mətbəxi görürsünüz, mətbəx mebeldir, hamısı quraşdırılıb tam qaydasındadır. Yaşayışlı evdir. Bir dənə mətbəxini buradan göstərim sizə. Suyu, qazı, işığı, bütün kommunalları mövcuddur dəyərli izləyəcəyimiz. Burada da yerləşir mətbəxdən eyvanı, sistemi kombidir. Bir dənə hündürlüyünə baxın dəyərli izləyəcəyimiz, nə qədər hündürdür. 2 metrə məsafəsi var. 8 mərtəbəli binanın yerləşir 1-ci mərtəbəsində, hündürdür 6 qarajdır dəyərli izləyəcəyimiz. 3 nömrəli məktəbə piyada məsafə. 10 metr, 20 metr uşağı buraxdınız məsafəsi məktəblə evin. Burada yerləşir qonaq otağı dəyərli izləyəcəyimiz. Bu evin start qiyməti 94.500 manata dəyərli izləyəcəyimiz. Kupça da əldə. Əşyasız 105.000 manat isə əşyalı satılır dəyərli izləyəcəyimiz. Xırdalanda yerləşir. Marşrut yoluna dəyərli izləyəcəyimiz. 100 metrə, 50 metrə məsafə çıxdım prospekt yola, marşrut evin qarşısına keçir. Məktəb evin qarşısında bütün yaşayış obyektlər evə yaxındır. Kim amaralda səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.